Öz arvadına, qızına, ailəsinə sahib çıxa bilməyən deputat, millət vəkili xalqına, millətinə necə vəkil ola bilər? Nə yemişəm, nə içmişəm. Heç vaxtı mənə bircə dəfə də olsun zəng eləməyib. Mənim ad günlərim olub, mənim ailə qurduğum olub. Heç vaxtı mənə nə bir zəng eləyə, nə mənim bir çətin işimdə yanımda ola, nə məktəbimə gələ. Həmişə tək olmuşam. Nə əziyyətlər çəkmişəm, heç zaman bilməyibdi. Heç vaxt məndən görüşməyibdi. Milli Məclisin deputatı, siyasi elmlər doktor Elman Nəsrovun qızı olduğunu iddia edən Laləzar Əliyeva sosial şəbəkədə yayımladığı çıxışı ilə gündəm olub. Laləzar Əliyeva atasının illərlə onunla maraqlanmadığını, hazırda isə ailə içində çətin vəziyyətdə qaldığını bildirib. Sonra TV xəbər verir ki, Qlobal Info məsələ ilə bağlı Elman Nəsrovla əlaqə saxlayıb. O bu mövzuda şərhinin olmadığını deyib. Bu radikal müxalifətin işidir. Çünki onların hədəfindəyəm. Radikallarla ömrümün sonuna dək mübarizədə olacağam. Onlar o qədər tükənib ki, başqa insanlardan əleyhimə istifadə edirlər. Yazıqsınız. Görünür ki, qızına, ailəsinə sahib çıxa atalıq etməkdənsə öz fərasətsizliyinə, məsuliyyətsizliyinə başqa donlar geydirir. Xatırladaq ki, Elman Nəsrovun adı tələbəsi ilə sevgili olması haqqında xəbərlərdə də hallanırdı. O həm də Azərbaycan qadınıdır. Qadın həmişə namus bilinib. Sizcə bunlara sahib çıxmayan, məsuliyyətsiz ata olan kişidən xalqına necə millət vəkili ola bilər? Belə deputatın xalqa, dövlətə hansı faydası ola bilər? Elman Nəsrovun deputat fəaliyyəti haqqında sizlər nələr deyə bilərsiniz?